Həsən Əliyev Olimpiya oyunlarının iştirakçısı, o da qalib gəldi. 66 kiloqram çəki dərəcəsində Azərbaycan çempionatında yarışan idmançımızdır. Orxan Əmraliyev üzərində qələbə qazandı. C xalçasında keçirildi bu görüş. Həsən Əliyevdən danışdıq. Bir ara son vaxtlar biraz karyerasında durğunluq idi bu idmançının. Ancaq qeyd edək ki, Həsən Əliyev çox tanınmış bir idmançıdır. Böyüklər arasında dünya və Avropa çempionatının qalibidir. 2010-cu ildə Həsən Əliyev həm Avropa çempionatında, həm də dünya çempionatında qızıl medal qazanıb. Sonradan 2011-ci ildə Avropa çempionatında 3-cü yer, 2013-cü ildə yenidən 1-ci medal qazanıb. Qızıl Grand Prix-də ardıcıl 2 dəfə 2010 və 2011-ci illərdə qələbə qazanıb. 2009-cu il Azərbaycan Kubokunun, 2011-ci il Azərbaycan çempionatının qalibidir. Kifayət qədər titulu olan bir idmançıdır və bu dəfəki Azərbaycan çempionatında da o 66 kiloqramda üzr istəyirəm. Yarışların əsas favoriti hesab olunur. Necə ki, Rəsul Çunayev kimi, digər titullu Murad Bazarov kimi və Elman Muxtarov kimi və digər titullu idmançılarımız kimi. İndi etiraz etmişdi Bəşir İsazadənin məşqçisi və bu etirazla bağlı hakimlər təkrar kadrlara baxdılar və İsazadəyə xal verdilər. Bir xal və bu idmançı artıq ikinci hissə yenicə başlayarkən daha bir xal qazanır. Hesabı 3-1-ə çatdırır. Lənkəran idmançısı artıq 3-1 hesabı ilə öndədir. Toğrul Sabirzadə ilə görüşdə. 60 kiloqramda 8-də 1 final görüşlərindən sonra 55 kiloqram çəki dərəcəsində 4-də 1 final görüşlərini izləyəcəyik. Daha bir etiraz bu dəfə də Bəşir İsazadə etiraz edib. Ancaq bu etiraza heç baxılmadı da və hesab 3-3-dür. Çünki Toğrul Sabirzadə də bir qədər fəallaşaraq artıq hiss edirdi ki, yavaş-yavaş rəqibin fəallığı artır. Ona görə də anidən fənd tətbiq edərək o tarazlığı bərpa etdi bu qarşılaşmada və yenə də sanki hər şey yenidən başlayır bu qarşılaşmada. A xalçasında Murad Məmmədov qalib gəldi. Sumqayıt. A xalçasına dəvət olunan 85 kiloqrama olan güləşçilər 8-də 1 final. Əli Məmmədov, Neftçi, İlkin Quliyev, Kürdəmir. Bəli, artıq Toğrul Sabirzadə hesabda geridə olarkən
bərabərliyi təmin etdi və indi bir xal önə də keçməyi bacardı. Bax, budur əsl idmançı əzmkarlığı. Yəni, bu hərəkətlər, Toğrul Sabirzadənin bu hərəkətləri onu göstərir ki, heç bir halda ruhdan düşmək və mübarizəni dayandırmaq lazım deyil. Sona qədər güləşmək, sona qədər əzmkarlıq göstərmək lazımdır. Və indi Sabirzadə yenidən rəqibini xalçadan kənara çıxartmağa cəhd göstərirdi. Cəmi 45 saniyə qalıb bu görüşün yekunlaşmasına. Bir qədər əvvəlki hərəkətə görə xal verilmədi Toğrul Sabirzadəyə. Yenə də cəhdi uğursuz alındı. Sabirzadənin növbəti dəfə rəqibi xalçadan kənara çıxarmaq cəhdi. Bu dəfə isə artıq o istədiyini edir. 5-ci xalı qazandı Toğrul Sabirzadə və son saniyələrdə belə fəallaşmaq artıq yersizdir. Çünki əslində bunu əvvəl etməli idi. Bəşir İsazadə, Lənkəran idmançısı bir ara hesabda 3-1 hesabı ilə öndə olduğu vaxtda artıq o vaxt fikirləşməli idi ki, qələbə üçün hər şeyi etsin. Ancaq təbii ki, bir qədər arxayınlaşdı və bunun da nəticəsində məğlub oldu rəqibi. Bir xalçasında Toğrul Sabirzadə qalib gələcək güləş qrupu. Bir xalçasına dəvət olunur. Beləliklə Toğrul Sabirzadə Cəngi Güləş klubunun üzvü Bəşir İsazadəni məğlub edərək 4-1 final mərhələsinə vəsiqə qazanır. A xalçasında Əli Məmmədov qalib gəlir. Neftçi İdman Sağlamlıq Mərkəzi. A xalçasına dəvət olunur. Çəkisi 55 kiloqramada olan güləşçilər 8-1 final. Eldəniz Əzizli, Neftçi Rasim Səfərbəyov Spartak. Eldəniz Əzizli, A xalçasına dəvət olunur. Beləliklə artıq 60 kiloqram çəki dərəcəsində 8-1 final görüşləri yavaş-yavaş yekunlaşmaqdadır. Və Talih Məmmədovla Orxan Eyvazovun görüşü başlayır. Talih Məmmədov Neftçi İdman Sağlamlıq Mərkəzinin üzvüdür. Qırmızı trikoda yarışır və rəqib Orxan Eyvazov Mərkəzi Ordu İdman Klubunun güləşçisidir. Si xalçası 66 kiloqram. Rohin Mikhailov, Neftçi, Cavid Ələkbərzadə, Sumqayıt, Zenit. Hələ ki, bu qarşılaşmada da güləşlərdən heç biri xal qazanmayıb. Orxan Eyvazov daha çox fəallıq göstərir. Fikrimcə, ancaq rəqib Talih Məmmədov, o da təcrübəli bir idmançıdır, müəyyən təcrübə toplamış bir güləşçidir. O da rəqibin fənd tətbiqinə mane olmağa çalışır. Və indi
artıq əks fəndlə rəqibini xalça üzərinə sərdi Talih Məmmədov və 4 xalı qazandı. Hakimlər onun bu fəndini 4 xalla qiymətləndirdilər. A xalçasında Eldəniz Əzizli qalib gəlir. Neftçi İdman Sağlamlıq Mərkəzi. A xalçasına dəvət olunur. Çəkisi 55 kiloqramadək olan güləşçilər 8-də 1 final. Rəşad Şükürov, pəhlivan, vilayət qəhrəmanlığı sərhədçi. Beləliklə bu görüş vaxtından əvvəl yekunlaşdı. Cəmi 2 dəqiqə 10 saniyəyə rəqibini məğlub edir Talih Məmmədov. Orxan İsmailov, Mingəçevir, Qadir Süleymanov, Sumqayıt Neftçi. Talih Məmmədov Orxan Eyvazovu məğlubiyyətə uğratdı. İndi isə növbəti qarşılaşmanın iştirakçıları xalça üzərinə çıxacaqlar. Hörmətli tamaşaçılar, 60 kiloqram çəki dərəcəsində 8-də 1 final görüşləri davam edir və hal-hazırda Orxan İsmailovla Qadir Süleymanovun görüşünü izləyirsiniz. Orxan İsmailov qırmızı trikoda, Qadir Süleymanov göy trikoda mübarizə aparır. Hər iki idmançı görüşə fəal başlayıb. Cəld fəal hərəkətlər görürük biz onların hər ikisindən, həm Orxan İsmailovdan, həm də Qadir Süleymanovdan. Orxan İsmailov Mingəçevir idmançısıdır. Qadir Süleymanov Neftçi İdman Sağlamlıq Mərkəzinin Sumqayıt bölməsinin təmsil edir. Və görək indi bu idmançıların fəallığı onların hansının üstünlüyü ilə yekunlaşacaq. 60 kiloqramda 8-də 1 final görüşlərinə Cavidan Əlizadə ilə Elçin Əliyevin mübarizəsi ilə yekun vurulacaq. Beyləqan və Sumqayıt güləşçilərinin görüşü olacaq bu və bundan sonra artıq Si xalçasında Rohin Mikailov qalib gəlir. Neftçi İdman Sağlamlıq Mərkəzi 8-də 1 final qarşılaşmaları başa çatacaq. Si xalçasında dəvət olunur. Çəkisi 66 kiloqramadək olan güləşçilər 8-də 1 final. 8-8-də 1 Asif Məmmədov, Moyik, Sakir Cəlilov, Göbrük. 74 kiloqramda 4-də 1 final görüşləri başlayacaq. Geridə qalan 2 dəqiqə 15 saniyə ərzində hələ ki idmançıların fəallığı öz nəticəsini verməyib. Və artıq xal veriləcək indi təbii ki. Bundan
bundan öncə Orxan İsmailov rəqibini xalça üzərinə yıxdı və 4 xal qazandı. Özü də düzdür, əks fəndə düşmüşdü, ancaq bu Qadir Süleymanovun cəmi bir xal qazanması ilə yekunlaşdı. Və yenə də fəal mübarizə başladı, ancaq ilk hissənin sonu olduğu üçün artıq vaxt dayandırılır və ikinci hissədə artıq güləşçilər 30 saniyədən sonra ikinci hissədə öz bacarıqlarını nümayiş etdirəcəklər. Hələ ki Mingəçevir idmançısı Orxan İsmailov 3 xal fərqi ilə öndədir. 4-1 hesab onun xeyrinədir. Qadir Süleymanov isə öz məşqçisindən ikinci hissə ilə bağlı təlimatları aldı. Və görə indi onun məşqçilərinin bu təlimatları fayda verəcəyim. Azərbaycan Güləş Federasiyasının rəsmiləri də görüşü izləyənlər arasındadır və indi çox gözəl bir fənd, aşırma fəndi Qadir Süleymanovdan cəmi bir xalla qiymətləndirilir. A xalçasında vilayət qəhrəmanı qalib gəldi Sərhədçi. C xalçasında Sakit Cəllov qalib gəldi Gömrük. A xalçasına dəvət olunur. Çəkisi 55 kiloqramadək olan güləşçilər 8-də 1 final. Fazil Zamanzadə, Neftçi İdman Sağlamlıq Mərkəzi. Orxan Əhmədov, Lokomotiv. C xalçasına dəvət olunur. Çəkisi 60 kiloqramadək olan güləşçilər 4-də 1 final. Cavid Nəfəsov, Neftçi İdman Sağlamlıq Mərkəzi. Rövşən Tağıyev, Neftçi İdman Sağlamlıq Mərkəzi. Qadir Süleymanov ikinci hissə başlayan kimi bir xal qazandı. Hələ ki vaxtı var. 2 dəqiqədən bir qədər az vaxt qalıb görüşün yekunlaşmasına və bu vaxt ərzində əlbəttə görüşdə dönüş yarada bilər. Bunun üçün mütləq daha əzimkar mübarizə aparmaq lazımdır qalan dəqiqələrdə. C xalçası 60 kiloqram çəki dərəcəsi. Cavid Nəfəsov, Rövşən Tağıyev. Və hesabı bərabərləşdirdi Qadir Süleymanov. Gördüyünüz kimi onun fəallığı öz nəticəsini verir və əgər indi artıq xeyr, bu vəziyyət qeydə alınmadı. Buna görə xal verilməyəcək. Ancaq yenə də sonuncu xal qazanan tərəf kimi indi hələ ki qələbəyə əsas namizəd sayılır bu görüşdə Qadir Süleymanov. Sumqayıt idmançısı bu görüşü öz xeyrinə başa vura bilər. Son 1 dəqiqə başlayıb artıq. Bundan sonra daha bir 8-də 1 final görüşü keçiriləcək. 60 kiloqram çəki dərəcəsində Cavidan Əlizadə ilə Elçin Əliyev arasında. Üstünlüyünü daha çox qoruyub saxlamağa çalışır hal-hazırda Qadir Süleymanov. Deyəsən buna da nail olacaq. Çünki cəmi 5 saniyə qalıb. Bəli, görüş yekunlaşdı.
Bir xalçasında görüşdə Qadir Süleymanov qalib gəlir Sumqayıt Neftçi. Qadir Süleymanov qələbə Bir qazanır. xalçasında dəvət olunur. Çəkisi 60 kiloqramada olan güləşçilər növbəti 8-də 1 mərliyə final. riskə qazandı. Ədilzadə Beyləqan, Elçin Əliyev Sumqayıt Neftçi. Elçin Əliyev ölkəmizin tanınmış güləşçilərindən biridir. 60 kiloqramda 8-də 1 final qarşılaşmasına çıxır. Onun rəqibi Cavidan Ədilzadədir. Beyləqan idmançısı. Sir xalçasında Rövşən Tanrıyev qalib gəlir. Neftçi İdman Sağlamlıq Mərkəzi. Elçin Əliyevin nəticələrinə diqqət yetirsək, o gənclər arasında 2007-ci il Avropa çempionatında ilk böyük uğurunu qazanıb, yarışın qalibi olub, Avropa çempionu olub və daha sonra artıq böyüklər arasında yarışlarda ardıcıl 2 il, 2010 ardıcıl 2 dəfə 2010 və 1 aralıqdan sonra 2012-ci ildə Avropa çempionu olub böyüklər arasında Elçin Əliyev 2013-cü ildə Avropa çempionatını ikinci yerdə başa vurub. Bundan başqa Azərbaycan Kubokunun 2009-cu ildə, 2012-ci ildə Azərbaycan çempionatının qalibidir və 2 dəfə də bu yarışlarda müvafiq olaraq gümüş və bürünc medal qazanıb. Təbii ki, bu görüşün də aşkar favoriti sayılır. Ölkəmizin tanınmış güləşçilərindən biri olan Elçin Əliyev. Arkadan. Hörmətli tamaşaçılar, hal-hazırda biz sizə 60 kiloqram çəki dərəcəsində C xalçası üzərində keçirilən 4də 1 final qarşılaşmasını təqdim edirik. Kərim Cəfərov və Elman Muxtarov qarşılaşırlar. Qeyd edim ki, Kərim Cəfərov qırmızı trikoda, Elman Muxtarov isə göy trikoda yarışır və hal-hazırda Elman Muxtarovdan gözəl fərqlər ard-arda gəldi. Onun artıq aktivində 3 xal var. Hakim bildirir ki, güləşçilər ayaq üstə mübarizəni davam etdirəcəklər.
Bəli, artıq Elman Muxtarovun üstünlüyü kifayət qədərdir və bu arada qeyd edim ki, ilk hissə də hal-hazırda yekunlaşacaq. Və bu 60 kiloqramda. İkinci 4-1 final qarşılaşmasıdır. Bundan sonra daha 2-4-1 final görüşü keçiriləcək. C xalçası üzərində. İndi birinci hissənin sonunda Kərim Cəfərov xeyli fəallaşıb. Neftçi İdman Sağlamlıq Mərkəzinin üzvüdür. Hər iki idmançı, həm Elman Muxtarov, həm Kərim Cəfərov. A xalçasına dəvət olunur. Çəkisi 74 kiloqramada olan güləşçilər 4-1 final. Hissənin sonunda Elman Muxtarov qalibi. Digər beynəlxalq yarışların mükafatçısı olan idmançı. Bir qədər sonra ikinci hissə başlayacaq bu görüşdə. Elman Muxtarovun üstünlüyü müşahidə olunur. 3-0 hesabı ilə o irəlidədir. İki Neftçi İdman Sağlamlıq Mərkəzinin üzvü qarşılaşır. Bu görüşdən sonra biz yenidən B xalçasına qayıdacağıq. Və orada B xalçasında Elçin Əliyev qalib gəlir, Sumqayıt Neftçi. 55 kiloqramda çəkisi 55 kiloqramada olan güləşçilər 4-1 final görüşləri başlayacaq. Sakit Quliyev, Neftçi, İbrahim Nurullayev. İzlədiyimiz qarşılaşmada isə Elman Muxtarovla Kərim Cəfərovun görüşündə ikinci hissə davam edir. Artıq Kərim Cəfərovun aktivində 2 xəbərdarlıq var. Elman Muxtarov isə 1 xəbərdarlıq alıb. Artıq xəbərdarlıqlar da çox böyük təsir göstərir istənilən görüşün gedişinə. Növbəti 3-cü xəbərdarlıqdan sonra güləşçilərdən hər hansı bu xəbərdarlığı alan idmançı parter vəziyyətində mübarizəni davam etdirir. Dördüncü xəbərdarlıqdan sonra isə artıq görüş yekunlaşır. Çünki bu dördüncü xəbərdarlıq artıq həmin idmançının yarışlardan kənarlaşdırılması, diskvalifikasiya olunması deməkdir. Dörd dəqiqə 24 saniyədir ki, artıq bu görüş davam edir. Elman Muxtarov 3-0 hesabı ilə öndədir. Bəli, indi növbəti xəbərdarlıq verildi. Elman Muxtarova ikinci xəbərdarlıq. Bu artıq onun parteri vəziyyətində mübarizəni davam etdirilməsi anlamına gəlir. Və indi Kərim Cəfərovun
dönüş yaratmaq imkanı var. Əgər bu vəziyyətdən istifadə edərsə, çevirmə fəndi ilə rəqibini çətin vəziyyətə salarsa, o zaman hesabı bərabərləşdirmək üçün yaxşı imkan olacaq. Ancaq dəyərləndirə bilmir. Bu fürsəti dəyərləndirə bilmədi Kərim Cəfərov və bununla da bəlkə də artıq məğlubiyyətlə barışacaq. Çünki vaxt da çox az qalıb. Cəmi 40 saniyə. B xalçasında çox maraqlı mübarizə gedir. Sakit Quliyevlə İbrahim Nurullayev arasında. Və orada Sakit Quliyev hesabda geri düşsə də indi önə keçdi və təbii ki biz bu qarşılaşmadan fragmentləri indi sizə təqdim edəcəyik. Elman Muxtarov isə qalib gəlir və növbəti mərhələyə, yarımfinal mərhələsinə vəsqə qazanır. Beləliklə biz yenidən B xalçasına bağlanacağıq. Orada Sakit Quliyevlə İbrahim Nurullayevin görüşü keçirilir 55 kiloqram çəki dərəcəsində. C xalçasında Elman Muxtarov qalib gəldi və yarımfinala vəsqə qazandı. C xalçasına dəvət olunur 60 kiloqram çəkidə 4-1 final görüşü. Toğrul Sabirzadə Cəngi Güləş klubu qeyd etdiyimiz kimi B xalçasında hal-hazırda izlədiyiniz görüşdə qırmızı trikoda Sakit Quliyev, göy trikoda İbrahim Nurullayev mübarizə aparır. Sakit Quliyev Neftçi İdman Sağlamlıq Mərkəzini, İbrahim Nurullayev isə Gömrükçü İdman klubunu təmsil edir və Sakit Quliyevin üstünlüyü var idi, ancaq hesab yenidən bərabərləşdi və indi birdən-birə üstünlük İbrahim Nurullayev tərəfə keçdi və elə bu zaman ilk hissə yekunlaşdı bu görüşdə. Beləliklə, ikinci hissə başlayır. Sakit Quliyevlə İbrahim Nurullayev arasında keçirilən görüş. Hesab 6-6'dır. Çox gərgin mübarizə gedirdi. Birinci hissədə görüşün əvvəllərini təqdim edə bilmədik, ancaq qısaca deməliyəm ki, əvvəlcə hər şey İbrahim Nurullayevin üstünlüyü ilə başlamışdı. O 4-1 hesabı ilə öndə olsa da Sakit Quliyev hesabı bərabərləşdirdi, hətta önə də keçdi. Ancaq İbrahim Nurullayev birinci hissənin sonlarını yenə fəal surətdə keçirdi və ən azı hesabı bərabərləşdirməyə nail oldu. Bir də xəbərdarlığı var dibində. İkinci bir xəbərdarlığı olsa, o artıq parter vəziyyətində mübarizəni davam etdirməli olacaq. Belə olarsa artıq Sakit Quliyev üstünlük qazana bilər. Çünki o parter vəziyyətində, rəqibin parter vəziyyətində olmasından çox gözəl istifadə edir. Çevirmə fəndlərini çox yaxşı yerinə yetirir.
Bəli, indi ikinci xəbərdarlığı aldı. Bir qədər əvvəl qeyd etmişdik. Bu xəbərdarlığı alsa, parter vəziyyətində güləşmək məcburiyyətində qalacaq və belə də oldu. İndi görək, Sakit Quliyev bu imkandan yararlanacaq mı? Bəli, dərhal yararlanır. Mən qeyd etmişdim, bu idmançı çevirmə fəndlərini çox gözəl yerinə yetirir və çox rahat şəkildə fikir verin. Çox rahat şəkildə rəqibini ora-bura çevirərək, bu da son fəndi. Bu demək olar ki, bu görüşdə artıq qələbə deməkdir. Beləliklə 4 dəqiqə 55 saniyənin tamamında Sakit Quliyev bu qarşılaşmada qalib gəlir. Neftçi İdman Sağlamlığı Mərkəzinin üzvü və 55 kiloqram çəki dərəcəsində yarım finala çıxan ilk idmançı olur. Xalçasında Talih Məmmədov qalib gəldi. Xalçasına dəvət olunan 55 kiloqram çəkidə yarım final görüşünə Murad Bazarov Neftçi, Murad Məmmədov Sumqayıt. Xalçasına dəvət olunan 4-1 final görüşünə 60 kiloqram çəki dərəcəsi Qadir Süleymanov Sumqayıt Neftçi, Elçin Rəhimov Sumqayıt Neftçi. Xalçasına dəvət olunan 60 kiloqram çəkidə 4-1 final görüşünə Qadir Süleymanov Sumqayıt Neftçi, Elçin Rəhimov Sumqayıt Neftçi. Xalçasına dəvət olunan 55 kiloqram çəkidə 4-1 final görüşünə Murad Bazarov Neftçi, Murad Məmmədov Sumqayıt. Xalçasında Ceyhun Əliyev qalib gəldi və yarım finala vəzifə qazandı. Xalçasına dəvət olunur 74 kiloqram çəki dərəcəsində 4-1 final görüşünə Hacı Murad Bağmanov Balakən Neftçi, Niyaməddin İbrahimov Neftçi. Beləliklə, hörmətli tamaşaçılar, B xalçasında 55 kiloqram çəki dərəcəsində növbəti 4-1 final görüşü. Murad Bazarov qırmızı trikoda yarışır bu idmançı və onun rəqibi o da Murad adlı güləşçisidir. Murad Məmmədov Sumqayıt güləşçisidir. Murad Bazarov isə Neftçi İdman Sağlamlığı Mərkəzinin üzvüdür. Murad Məmmədov yeniyetmələr və gənclər arasında Avropa çempionatının qalibidir. Yeniyetmələr arasında 2 dəfə ardıcıl 2010 və 2011-ci illərdə Avropa çempionu olub. 2012-ci il dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb Murad Məmmədov. 2012-ci ildə Avropa çempionatında yeniyetmələr arasında 2-ci yeri tutub və müxtəlif vaxtlarda Azərbaycan çempionatlarında və birinciliklərdə qalib gəlib. Sonuncu dəfə gənclər arasında bu il keçirilən Azərbaycan çempionatının qalibidir Murad Məmmədov. Hələ ki 1 dəqiqə 12 saniyə geridə qalıb görüşdə və heç bir idmançı xal qazana bilməyib. Həkim xalçasına. Murad Bazarov da son illər müəyyən titullar qazanan idmançılarımızdandır. Bir sözlə bu görüşün
maraqlı keçəcəyi gözlənilir və hələ ki hesabın açılmaması elə maçların qüvvəsinin demək olar ki, bərabər olduğunu göstərir. Bir qədər ehtiyatlı yanaşırlar, çünki söhbət yarımfinala vəsiqə qazanmaqdan gedir. Hakim xəbərdarlıq etdi Murad Məmmədova. Si xalçasında Elçin Əliyev qalib gəldi və yarımfinala vəsiqə qazandı. Si xalçasına dəvət olunur 66 kiloqram çəkidə 4-1 final görüşünə Azad Əliyev Neftçi, Kamran Məmmədov Daxili İşlər Nazirliyi İdman Cəmiyyəti. İndi parter vəziyyətində Murad Bazarov xal qazanmağa çalışacaq. Bunu edə bilmədi və dərhal da Murad Bazarovun məşqçisi etiraz edir. Bəli, indi məşqçi hesab edir ki, rəqib güləşçinin parter vəziyyətində olarkən hərəkətləri heç də qaydalar çərçivəsində deyildir. Və görək, hakimlər hansı qərarı qəbul edəcəklər? Si xalçasına dəvət olunur 66 kiloqram çəki dərəcəsində 4-1 final görüşü. Azad Əliyev Neftçi, Kamran Məmmədov Daxili İşlər Nazirliyi İdman Cəmiyyəti. Bəli, hal-hazırda Murad Məmmədova məşqçi təlimat verir. Murad Bazarov isə və onun məşqçiləri təkrara baxmaqla məşq oldular. Hakimlər son sözü deməlidir. Mən ayaqlarından bir qədər çox istifadə etdi. Yəni, o çətin vəziyyətdən çıxmaq üçün. Bəli. 2 xal verilir Murad Bazarovun. Məşqçisinin də etirazı qəbul olundu. Əslində fikrimcə çox yerində verilmiş bir etiraz idi. Azad Əliyev, Kamran Məmmədov si xalçasına dəvət oldu. Murad Məmmədov parter vəziyyətində olarkən ayaqlarına çox açırdı yuxarıya doğru. Bu da istər-istəməz rəqibin belə vəziyyətdə fənd tətbiqinə mane olurdu. Qaydalar isə buna icazə vermir. Bəli, Murad Bazarov 2-0 hesabı ilə öndədir və artıq birinci hissədə yekunlaşacaq bu görüşdə. Və güləşçilər fasiləyə yollandılar.
Beləliklə Murad Bazarov və Murad Məmmədov arasında görüşdə ikinci hissə gedir və Murad Bazarov ikinci hissəyə də yüksək səviyyədə başladı. Yenə rəqibi çətin vəziyyətə, parter vəziyyətinə saldı və daha bir çevirmə fəndi. Beləliklə görüş yekunlaşır. Murad Bazarov 8-0 hesabı ilə qalib gəlir. Bu qarşılaşmada bir xalçasında Murad Bazarov qalib gəlir, Neftçi İdman Sağlamlıq Mərkəzi. Bir xalçasına dəvət olunur. Çəkisi 55 kiloqrama dək olan güləşçilər 4-də 1 final. Əli Məmmədov, Neftçi, Eldəniz Əzizli, Neftçi. Daha iki Neftçi idmançısı indi görüşəcək. 55 kiloqram çəki dərəcəsinin 4-də 1 final mərhələsi görüşündə. Əli Məmmədov və Eldəniz Əzizli görüşü idarə edəcək. Xalça kimi də ekranlarınıza gəldi. A xalçasında Niyaməddin İbrahimov qalib gəlir. Neftçi İdman Sağlamlıq Mərkəzi. A xalçasına dəvət olunur. Çəkisi 74 kiloqrama dək olan güləşçilər 4-də 1 final. Nurlan Quliyev, Eldəniz Əzizli, İdman Cəmiyyəti, Səmran Nəsibov, Gömrük. Bu görüşdə göy trikoda mübarizə aparacaq. Əli Məmmədov isə qırmızı trikoda. Eldəniz Əzizli də gənclər, böyüklər arasında həm beynəlxalq yarışlarda, həm də yerli yarışlarda fərqlənən güləşçilərimizdəndir. Gənclər arasında ilk olaraq bu idmançının nailiyyətlərinə diqqət yetirək. 2010-cu il Avropa çempionu, eyni ildə dünya çempionu 50 kiloqram çəki dərəcəsində, 2011-ci ildə 55 kiloqramda ilk ciddi nailiyyətini əldə edərək gənclər arasında Avropa çempionu olub Eldəniz Əzizli və bir il sonra dünya çempionatında da bu nailiyyətini təkrarlayıb. 2011-ci il dünya çempionatında isə gənclərin yarışında 3-cü yer tutub. 2013-cü il Kazan Universiadasının mükafatçısıdır, bürünc medalçısıdır tələbələrin universiada yarışlarında. 2010-cu il Azərbaycan çempionatının qalibidir və eyni ildə Hünər Meydanı yarışlarında qələbə qazanıb. O ki, qaldı Eldəniz Əzizlinin böyüklər arasında nəticələrinə. 2011-ci il Avropa çempionatında 3-cü yeri tutub və beynəlxalq yarışlarda elə ki, ən yaxşı nəticəsi böyüklər arasında budur. 2010 və 2011-ci illərdə Azərbaycan Kuboku və Azərbaycan çempionatlarında qələbə qazanıb. Ötən il Azərbaycan çempionatında gümüş medal qazanmışdı və 2 dəfə Qızıl Grand Prix turnirində bürünc mükafatın sahibi olub. Artıq Eldəniz Əzizli, bəli, o da bu görüşü vaxtından əvvəl başa vurur. Cəmi 1 dəqiqə 13 saniyə gördüyünüz kimi favorit hesab olunan, təbii ki, Eldəniz Əzizli də 55 kiloqramda qələbə qazanmağa ən real namizədlərdən biridir və bunu bir daha sübut edir. Əli Məmmədovla görüşdə cəmi 1 dəqiqə 13 saniyə rəqibini məğlub etdi. Müxtəlif çevirmə fəndləri, aşırma fəndləri və bunu çox yüksək səviyyədə yerinə yetirdi Eldəniz Əzizli. Sərhədçi Orxan Əhmədov, Lokomotiv. Növbəti 4-də 1 final görüşü və sonuncu 4-də 1 final görüşü 55 kiloqram çəki dərəcəsində. İştirakçılar Sərhədçi İdman Klubunun üzvü Vilayət Qəhrəmanlı və Lokomotiv Cəmiyyətindən Orxan Əhmədov. Vilayət Qəhrəmanlı qırmızı trikoda, Orxan Əhmədov göy trikoda mübarizə aparacaq. Orxan Əhmədov da bu görüşün favoriti hesab etmək olar. Onun da gənclər və böyüklər arasında çox mühüm nəticələri var, yaxşı nəticələri var. Gənclər arasında
həm Avropa, həm də dünya çempionudur. 2009-cu ildə bu nailiyyəti qazanıb və 2010-cu il tələbələrin universiada yarışlarında 3-cü yeri tutub və artıq dərhal görüşə fəal başlayır. Orxan Əhmədov 2 çevirmə fəndi və artıq 4 xal aktivindədir. Daha bir çevirmə fəndi. 6 xal qazanıb. Növbətçisin etsə artıq görüş vaxtından əvvəl yekunlaşa bilər. Xeyr, hakim işarə verir və idmançılar ayaq üstə xalçanın mərkəzində mübarizəni davam etdirməlidirlər. Bundan sonra artıq 66 kiloqram çəki dərəcəsində 2/4 final görüşü olacaq B xalçasında. Dəvət olunur. Çəkisi 66 kiloqrama dək olan güləşçilər 4/1 final. Rohin Mikhailov, Neftçi, Sakit Cəllov, Gömrük. Yavaş-yavaş ilkin mərhələ görüşləri başa çatmaq üzrədir. Güləş üzrə Azərbaycan çempionatının ilk günündə. İndi artıq növbəti bir fənd Orxan Əhmədovu yarımfinala çıxaracaq. Orxan Əhmədov böyüklər arasında 2012-ci il Qızıl Grand Prix turnirinin qalibidir. 2 dəfə Azərbaycan çempionatında ən yaxşı nailiyyətini qazanıb. Bakı birinciliyinin qalibi olub. Və bu il keçirilən Grand Prix yarışlarında yalnız finalda rəqibinə məğlub olaraq 2-ci yeri tutdu. Bir sözlə hal-hazırda formada olan, yaxşı nəticə göstərən güləşçilərimizdən biridir. Vilayət qəhrəmanlığı ilə görüşdə artıq böyük üstünlük qazanıb ilk dəqiqələrdən daha təcrübəli olan. Əlbəttə bu görüşdə Orxan Əhmədov daha təcrübəli idmançı kimi rəqibini hələ ki məğlub edir. Vilayət qəhrəmanlığı da hər halda səy göstərir. Rəqibinə ciddi müqavimət göstərməyə çalışır. Və görüş yekunlaşdı. Daha 2 xal verildi Orxan Əhmədova və ilk hissə başa çatmamış Orxan Əhmədov bu görüşün qalibi olur. Bir xalçasında Orxan Əhmədov qalib gəlir. Lokomotiv bir xalçasına dəvət olunur. Çəkisi 66 kiloqrama dək olan güləşçilər 4/1 final. Tural Umayev, Gömrük, Vüsal Rüstəmov, Gömrük. 66 kiloqram çəki dərəcəsində indi 4/1 final görüşləri başlayacaq. 2/4 final görüşünü izləyəcəyik. İlk 4/1 finalda Tural Umarov və Vüsal Rüstəmov görüşəcəklər. Bir qədər sonra bu qarşılaşma başlayacaq. Az öncə qeyd etdiyimiz görüş başladı. 66 kiloqramda 4/1 final görüşü və bu çəki dərəcəsində digər 4/1 final qarşılaşması C xalçası üzərində keçirilir. Ruhin Mikhailovla Sakit Cəlilov arasında. İzlədiyiniz görüş isə Tural Umayev və Vüsal Rüstəmovun qarşılaşmasıdır. Tural Umayev Gömrükçü İdman klubundandır.
Gömrükçü İdman klubunu təmsil edir. Qırmızı trikoda yarışan idmançı. Vüsal Rüstəmov isə bəli, o da Gömrükçü klubunu təmsil edir. İki Gömrükçü idmançısının mübarizəsidir bu. Və onlardan biri mübarizəni dayandıracaq. Ən azı yarım finalda bir Gömrükçü idmançısı olacaq 66 kiloqramda. Yəni bu görüşün nəticəsi olaraq bunu demək mümkündür. Bundan sonraki görüş böyük maraq doğurur. Avropa çempionumuz, dünya çempionumuz Həsən Əliyev Cavid Əsədovla görüşəcək 66 kiloqramda 4də 1 final qarşılaşmasında. Və daha sonra 60 və 66 kiloqramda 2 yarım final görüşü olacaq B xalçası üzərində. Yenə bu görüşdə vaxtından əvvəl yekunlaşdı. Tural Umayev qırmızı trikoda yarışan idmançı öz həm klubu olan komanda yoldaşı Vüsal Rüstəmovu məğlub edir və 66 kiloqramda yarım final mərhələsinə vəsiqə qazanır. Cavid Əsədov, Moyi, Həsən Əliyev, Neftçi. A xalçasında Nurlan Quliyev qalib gəlir. Daxili İşlər Nazirliyi İdman Cəmiyyəti. A xalçasında Samra Nəsibov qalib gəldi. Gömrük. A xalçasında dəvət olunur. Çəkisi 74 kiloqrama dək olan güləşçilər. 4də 1 final. Sadiq Bağırov, İnter Rüstəm Əliyev, Daxili İşlər Nazirliyi İdman Cəmiyyəti. Beləliklə, Cavid Əsədov hal-hazırda xalça üzərində mübarizə aparan Cavid Əsədov qırmızı trikoda yarışan idmançı Mərkəzi Ordu İdman Klubundan, Həsən Əliyev isə Neftçi İdman Sağlıq Mərkəzindəndir. Təbii ki, rəqibinə nisbətən bir qədər öncə də qeyd etdik. Daha titullu, daha təcrübəli idmançıdır və bu yarışlarda qələbəyə əsas namizəddir Həsən Əliyev. Gənclər arasında ardıcıl Avropa çempionu və dünya çempionatının qalibi və böyüklər arasında həm Avropa, həm də dünya çempionatının qalibi Həsən Əliyev. London Olimpiyadası bu idmançı üçün təəssüf ki, uğursuzluqla yadda qaldı. Ancaq hələ ki o qədər çox yaşı yoxdur və karyerasında növbəti uğurları qazanmaq üçün çox gözəl imkanı var Həsən Əliyevin. Sonuncu dəfə o Azərbaycan çempionatında 2011-ci ildə məhz 66 kiloqram çəki dərəcəsində birinci yeri tutdu. Bu ilin Avropa çempionatında isə bürünc medal qazanıb. Artıq Həsən Əliyev ilk xalını qazandı bu qarşılaşmada. İndi rəqibini xalçadan kənara çıxarır və daha bir xal.
etiraz edir. 2 xal verildi hətta Həsən Əliyevə və buna görə etiraz etdi Cavid Əsədovun məşqçisi və indi yeni hakimlərin kadrlara baxaraq, telegörüntülərə baxaraq yekun qərar verəcəyini gözləməliyik. Paralel olaraq Çex xalçasında Ruhim Mikhaylovla Sakit Cəlilov arasında 66 kiloqram çəki dərəcəsində digər 4-1 final görüşü keçirilir və Ruhim Mikhaylovov böyük ehtimalla həmin qarşılaşmanı öz xeyrinə başa vuracaq. Çünki 13 hesabı ilə hal-hazırda öndədir hesabda. Görüşdən sonra 60 kiloqramda ilk yarım finalı və 66 kiloqramda sonraki yarım final görüşünü izləyəcəyik B xalçasında. Bəli, etiraz qəbul olunmadı. Daha bir xal verildi Həsən Əliyevə və dərhal o fəal mübarizəyə başlayıb rəqibini yenə xalçadan kənara çıxarır. Çox fəaldır, çox cəhddir bu görüşdə Həsən Əliyev. Rəqibə xəbərdarlıq edilir. Əl-qol hərəkətlərindən çox sərt şəkildə istifadə edir. Əllərindən bu idmançı, ona görə hakim ona xəbərdarlıq etdi, şifahi xəbərdarlıq. Bəli, yenə rəqibini xalçadan kənara çıxarır. Belə mübarizə ilə düzdür, barışa bilmir Cavid Əsədov, ancaq fakt odur ki, Həsən Əliyev bunu edir. Özü çox çətinlik çəkmədən edir. Bəli, Ruhim Mikhaylov artıq qalib gəldi. Sakit Cəlilova və yarım finala çıxır 66 kiloqram çəki dərəcəsində. Həsən Əliyevlə Cavid Əsədovun mübarizəsi isə davam edir. Həsən Əliyev 6-0 hesabı ilə öndədir.